müddətdən sonra qarın boşluğunda təzyiq artarsa, yəni piy toxuması tərəfindən orqanların sıxılması artarsa, metabolik problemlər başlayarsa, həmçinin qarın boşluğumuzda yuxarıya doğru döş qəfəsinə sıxa bilər və həmçinin orada yerləşən ürəyi, ağciyərləri də sıxa bilər. Gördüyümüz kimi, qarın tipli piylənmə digər tipli piylənmələrdən daha çox həyati təhlükə daşıyır. Ancaq məsələ sadəcə bununla bitmir. Belə ki, qarın nahiyəsində və digər nahiyələrdə yerləşən piy toxuması da özündən xüsusi maddələr ifraz edir. Həmin bu maddələr bədəndə iltihab dediyimiz gizli reaksiyaların başlanmasına səbəb olur. Bu iltihab reaksiyaları isə bütün orqanların damarlarında özünü göstərə bilir və damarın strukturunu pozur, nəticədə orqanın funksiyasını da pozmağa gətirib çıxarır. Digər tərəfdən, niyə görə şəkər xəstəliyinin yaranma riski yüksəlir? Çünki qarın piyi insülin həssaslığını pozur. Belə ki, ötən videoda qeyd